آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bəhsimiz icza bəhsindəydi. Qeyd elədik ki, Həlil ityan bil mə'mur bihi ala vəci yaqtadil icza əvla. Əmr olunmuş bir şey, əmr olunduğu kimi icra etmək iczaya səbəb olur. Yəni mə'murun bir icra olunandan sonra əmr aradan gedir, getmir. Dedi ki, zahirən bu barədə elə bir problem yoxdur. Yəni sanki nədir? Hamı qəbul edib. Amma bununla yanaşı iki nəfərin adını çəkdi. Mötəzili alimlərindən Əbu Haşim Cübayir, Cəbayir nədir o? Bir də ki, Qazi Əbdülcəbbar. Dedi, bu ikisinin nəzəri bu olub ki, bir şeyi icra etmək hökmən deyil ki, o icza eləsə və imtisal vaqi olsun. Nədən dəlil gətirdilər? Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm, təbii ki, onlar yəqin ki, imam qəbul eləməzlər də, Peyğəmbərin hədisindən ki, bir nəfər həcc mərasimində əgər ehram halında arvadı ilə cima eləyərsə, gələnil yenə də o həcci yerinə yetirməlidir. Həcci düz olduğu halda bir də ondan həcc tələb olunur. Deməli, onda imtisal kifayət eləmir, icza eləmir. O, əmr qalır yerində. Qultu. Şeyx onlara bu cavab olar belədir. İnnəl həccə imma en yekuna fasidən kəma izə cama an ilmin əv sahihən kəma izə kana cahilən bil hukm. Deyir ki, həcc ki fasid oldu. Deyir ki, ya elm halında oldu, ya həccin halı iki haldan kənar deyil. Ya fasid olub, batıl olub. Çünki o hacı bilərəkdən, hökmü bilərəkdən cima ilə fasid eləyib. Əv sahihən, yaxud da ki, səhihdir, əgər hökmü bilməməzlikdən eləyibsə. İzə kana cahilən bil hukm. Yəni, üçüncü hal yoxdur. Həcc ya batildir, ya da səhihdir. Batildirsə, hacı bu işi bilərəkdən görüb, yəni hökmü bilirdi və bilirdi, bu olmaz, bunu eləyibdir. Və yaxud da səhihdir, deməli, onda nədir? Cahillikdən, hökmü bilməməzlikdən bu işi görüb. Ələl qavli bis-sihhə fi hadihi surə. Əgər desək ki, bu məbnaya əsasən ki, əgər hökmü bilməməzlikdən cima eləyərsə, həcci batil etməz. Fəkiltə surətəyni xaricətani ən məhattil bəhs. Bu iki halın hər ikisi bizim bu üsuli bəhsi ki aparırıq, hər ikisi, yəni səhihlik ehtimalda, fasidlik ehtimalda həccin bizim söhbətimizin mövzusundan xaricdir. Niyə? Əmma izə kana fasidən, əgər birdən həcc batil olmuşdursa, gələn il yenə ondan həcc tələb olunmağı ona görədir ki, imtisal baş tutmayıb. Ləm yəti fəliənnəhu ləm yəti bil mə'muri bihi alə ma huve aleyh. Çünki bu insan mə'murun bihi ondan tələb olunan həcci istənilən formada icra eləməyib. Vəl bəhsu fîmə izə ətəbi alə nəhvil mətlub. Bizimsə bəhsimiz tələb olunan formada icra edəndən sonra ikinci dəfə istənilməsidir. Bu tələb olunan kimi icra eləmədi ki, həccin batil elədi. Batil olandan sonra deyilər, təzə imtisal elə ki, təzədən duru həcci elə. Çünki birincisi yox hökmündədir. Bizimsə bəhsimiz budur ki, Mövla istəyən qaydada şərtlər çərçivəsində icra eləsə, yenə də o hökm qalarmı qüvvədə? Ya, o imtisal baş verəndən sonra hökm, əmr gedir aradan. Deməli, onda fasid olsa, yeni imtisalın istənilməyi təbiidir. Çünki birinci məmurun bihi yoxdur ki, nəyəsə icza eləsin. Təzdən bir də həcc eləməlidir. Və əmma izə kanə sahihən fəl-əmrü-thani min babil uqubə, la li-ədəmil icza. Amma əgər səhih olsa, onda ikinci dəfə ondan həcc istənilməsi, yəni bir hökmü bilməyib ki, arvadına yatmaq olmaz. Yatıb, həcci düzdür, həcci səhihdir. Gələn il ondan təzədən həcc yerinə yetirməsinin tələb olunmağı onu cəzalandırmaq üçündür.
Onu cəzalandırmaq üçündür. Və əmmə izə kənə sahihən fəl-əmru thani min babil uqubə la li'adəmil icza. İcza etmədiyinə görə deyil, bəlkə onu cəzalandırmaq üçündür. Və qəd vərədə bihi təsrih fi rivayatina. Öz hədislərimizdə belə bir hədis vardı, yəni Şiə hədislərində. Qalə Zürarə qultu, yəni İmama dedim, fəəyyül həccətəyni ləhuma. Hansı həcc onun üçün sayılacaq? Sanki sözün əvvəli var da, yəni mümkündür Zürarə soruşur imamdan ki, bir nəfər əgər bilməməzlikdən ki, cima həcci batil eləyir, hökmü bilməməzlikdən arvadla yatarsa, nə etməlidir? Deyə İmam Əleyhisselam buyurur ki, həccin tamamlasın. Gələn il bir də həcci yerinə yetirsin. İndi rivayətin dalında Zürarə soruşur ki, onda 2 dənə ki həcc eləyəcək. Hansı həcc onun Həccətül İslam'da düzgün həccidir? Qal əl-ula əlləti əhdəsəha fiha. Onun üçün sayılan o əsl həcc, elə o birinci həccidir ki, orada cima eləmişdi. Ma əhdəsə. Əhdəsə fiha ma əhdəsə. Yəni o ər-arvad ki, o birinci həcdə o cimanı eləmişlər, o həcc onun düzgün həccidir. Vəl-uxra aleyhima uqubə. Sonraki ildə onlardan tələb olunan həcc isə onların boyuna bir cəzadır. Sanki Allah Teala cəzalandırır onları, o ər-arvadı ki, gedin təzdən həcc eləyin. Deməli onda İmam Əleyhisselamın bu rivayətindən aşkar başa düşülür ki, həcc səhih olubdur. Amma 2-ci ildə ya 3-cü ildə onlardan, yəni sonraki illərdə imkan tapan halda həcc etmələrinin tələb olunması həccin batilliyinə görə deyil, cəzalandırmaq üçündür. Elə bil ki, məsələn, deyək, bir ata uşağın göndərir ki, gedir və filan ərzaqları al, qonağım gələcək. Uşaq gedir, gicəllənir bir yana, yadından çıxır, almır, qayıdır, gəlir. Sən demə, qonaqda gəlmədi və ehtiyac da olmadı. Əgər ata onu cəzalandırırsa, nəyə görə cəzalandırır? Ona görə yox ki, qonaqları ac getdilər, qonağınız da yox idi. Sanki o heç lazım deyildi, amma əmrə qarşı çıxdığına görə sanki onu cəzalandırır. Burada da bu cürdür, həcci düz olub. Yəni boyundan götürülüb, amma əmri pozduğu üçün neynəyibdir? Onu cəzalandırır Allah Teala. Və alə zəlikə fəhunəkə əmran. Əmrun bi nəfsil həcc bima ənəhu vacibun ibadi mali. Onda belə başa düşürük ki, burada 2 dənə əmr vardı. Bir əmr həccin özünə yönəlib. Çünki o bir ibadi bir əməldir. Namaz, oruc, həcc də bir əməldir. Və mali və pul da xərcləyirsən. Çünki həcc elə bir ibadət növüdür ki, orada həm pul gedir, həm can gedir. Namaz, orucda canla ibadət eləyirsən. Sırf birbaşa deyək, canın gedir. Canla da bədənlə ibadət eləyirsən. Həcdə hər ikisi var. Mümkün deyək, xums verəndə ya zəkat verəndə ancaq nə vardı? Pul var, pul verirsən. Mümkün deyək, sən pul görmür. Oturursan məsələn deyək, başqa bir yerdə əmr eləyirsən ki, xumsunu çıxarın, aparın, verin. Sən pulun çıxır, canın mümkündür, əziyyətə düşmür. Deməli, onda bəzi ibadətlər var. Malla olur, pulla olur. Bəzi ibadətlər var, bədənlə olur, bəzilər də var, hər ikisini olur. Ona görə həcc deyir ki, o ibadət növündəndir ki, orada həm bədən ibadət edir, həm də malın gedir. Ona görə də deyirlər, Allame Təbatabai Rıdvanullah aleyh buyurardı ki, hər yerdəki Quran-ı Kerim, əqimus salat və atuz zəkat, bu bir şuardır. Salat bədənlə olunan ibadətdir. Zəkat isə pulla olunan. Yəni bədənlərinizlə və pullarınızla ibadət edin. Yəni xüsusi olaraq namazdan və zəkatdan söhbət getmir. Namazın altında mümkündür oruc da gedir, etikaf da gedir. Zəkatın altında xums da gedir, kəffarə də gedir, rədd-i məzləmə də gedir. Yəni canınız və malınızla Allaha ibadət eləyin. Sadəcə bariz misdaqları namaz və zəkat olduğu üçün onları ünvan kimi istifadə edir. Altında namazın altında bədənlə olunan ibadətlər gedir. Zəkatın ünvanında altında pulla olunan ibadətlər nəzərdə tutulur. Əmrun bi nəfsil həcc bima ənəhu vacibun ibadi mali. O elə bir ibadət növüdür ki, vacibdir, ibadət, həm ibadət, həm də ki, həm malla, həm də canla ibadət eləyirsən. Və qəd imtəsələhu, yerinə yetirib. Və əmrun bihi, və təzədən bir həccə əmr olunur, bima ənəhu uqubə və kəffarə, lima əhdəsə fi əsnayil ibadə minəl cima. İkinci dəfə həccə əmr olunmağı bir cəza ünvanındadır. Və kəffarə ünvanındadır ki, çünki birinci həccdə cima eləmişdilər. Deməli, onda bir dəfə ibadət etmək üçün əmr eləyir, ikinci əmr gəlir cəzalandırmaq üçün. Məsələn, deyir bir nəfər şey elədi, ta ki, fərzən deyir, atası ya
müdür kimsə onu cəzalandırır ki, 2 rükət namaz qılacaqsan. Onun namaz boyunda yoxdur. Onu məsələn deyə cəzalandırmaq üçün ya 3 gün oruç tutacaqsan. Məsələn deyirəm amma bunu. Fəin qultə, yəni həmin o ibadət artıq ibadətliyinə görə yox, sanki cəza ibadəti olur. İbadət elə ki, məsələn, isti gündə oruç tutsun, ta ki o yadına düşsün ki, mən bu işi görməməli idi. Fəin qultə rubbəmə yəcuzu təbdilu imtisalin bi imtisalin axər. Deyir, bir də mənə bu etiraz elədin, yəni Əbu Haşimlə Cübai, nə bilim, Əbdülcəbbar, nə idi o kişinin adı? Qazi Əbdülcəbbardır, nə idi? Qazi Əbdülcəbbar, bir də ki, Əbu Haşim Cübai. Deyir, birdən mənə irad tutdun ki, sən deyirsən olmaz. Amma görürsən ki, bir imtisalı digər imtisalından əvəz etmək olur və misal çəkir. Mövla öz quluna deyir ki, ya ata öz uşağına deyir ki, ged mənim üçün bir iskan su gətir. Hələ içəcək, içəməyəcək, Allah bilər, nə inəyəcək. Mən də getdim, bir iskan suyu doldurdum, gətirdim, qoydum qabağına. Sonra gördüm ki, məsələn deyək, bu istikandan daha yaxşı istikan var, ya məsələn deyək, daha yaxşı su doldura bilərdim. Tez onu götürdüm oradan, apardım, başqa bir istikana daha məsələn təmiz su doldurdum, gətirdim, qoydum. Hansı ki, birinci su da içilə bilərdi və içsəydi mən heç nə eləməyəcəkdi, amma daha yaxşısı ilə əvəz elədim. Deməli onda, əgər mən imtisal eləyən o suyu onun qabağına qoymuşdumsa, imtisal baş vermişdi. İmtisal baş verəndən sonra sən deyirsən ki, artıq hökm aradan gedir və əmr qalmır. Amma bilirəm, mən gedib təzədən su gətirsəm, heç kəs mənə pis baxmaz, Mövla da mən cəzalandırmaz ki, sən niyə təzə su gətirdin? Deməli onda bir işi görmə, imtisal etmək, o əmri aradan aparmır, məmurun bihin əlavəcih təhəqqüq tapması əmri aradan aparmır, əmr qalır qüvvədə. Ona görə təzə su gətirirsəm, yenə də məqbul olacaq, qəbul olunacaq. Fəin qultə rubbəmə yəcuzu təbdilu imtisalin bimtisalin axər. Bir imtisalı digər imtisalından dəyişmək olar, əvəz etmək olar. Kəma izə tələbəl Mevla ma'ən liyəşrəbəhu fəəhdərəhu. Mevla su istədi ki, içsin. Bir nəfər gətirdi onun qabağına qoydu, onun qulu ya indi oğlu kimsə. Fəinnə lil-əbdi təbdilu hazəl imtisal bimtisalin əfdal. O qulun haqqı var ki, bu imtisalı dəyişib ondan daha yaxşı imtisalla əvəz eləsin. Kəma izə ətə thaniyyən bima'in hulvin əksər. Məsələn, getdi, daha şirin su gətirdi, daha gözəl su gətirdi. Əv vi'ayin ənzaf, yaxud da ki, daha təmiz qabda su gətirdi. Qablə ən yəqziyəl Mevla hacətəhu bişşurb. Mövla həmən su içməmişdən qabaq, ki, onun qabağındaydı, getdi, təzə su gətirdi. Deməli onda, əgər imtisal baş vermişdisə və icza baş vermişdisə və əmr qalmırsa necə, onda Mövla ona etiraz eləmədi, təzə su gətirəndə onu danlamadı ki, sən öz başınalıq eləyibsən, bunu demədi. Deməli onda əmr hələ qalırmış. Qultu, innəl əmrəl əvvəl qəd səqata bi ihdaril mə. Cavabında belə deyərəm ki, birinci əmr suyu hazır etməklə, yəni birinci su gətirib Mövlanın qabağına qoymaqla o əmr saqit olub. Və leysəl məqamu min qəbili təbdili imtisalin bimtisalin axər. Bizim bu vurduğum misal, bu dediyin o misal, bir imtisalı başqa imtisaldan dəyişmək deyil. Bəs nədir? Bəl min qəbili təbdili fərdin minəl mə'muri bihi ilə fərdin axər əfdal minhu. Bəlkə eyni bir imtisalın bir fərdini digər bir fərdi ilə əvəz etmək. Yəni, məsələn, fərzən bir nəfər səfərə çıxacaqdı. Səfərə çıxacaqdı. 2 dənə maşından gedə bilərdi. Hər ikisi maşındır. Deyək ki, Mövla deyir ki, şoferinə maşını hazırla. Maşını hazırla. Bu da ki, əvvəlcə deyək, biraz ucuz var, maşını xoddadı. Mövla gələ-gələ dedi ki, bir dəqiqə dayan, getdi, o birisini gətirdi. Bu deyir ki, imtisalı dəyişmək deyil. Bəlkə imtisalın fərdini dəyişmək daha yaxşısı ilə dedim. Məsələn, 30 minlik maşınla gedəcəkdinsə, deyir, yox, getmə, məsələn, 100 minlik maşını xodda ki, daha rahat gedəsən. Bu, eyni bir imtisalın fərdini dəyişməkdir. Bir dəfə də var, mümkündür o Mövla demişdi ki, maşını hazıra gedəcəyəm, Mövla gedərdi, maşını xoddiyardı. Amma sonradan fikrini dəyişdi, deyə zəng elədi, o əbd,
ixtiyarlı bir adamdır. Zəng elədi, Mövla imkanlıdır. Dedi, məsələn, gəlin vertolyotla aparın ağanı. Daha rahat vasitə ilə. Burada artıq yeni bir imtisal oldu. Birincisində ki, maşının biraz ucuz varisində işli yuxarısı ilə bu eyni bir imtisalın bir fərdin digər fərdən dəyişməkdir. Amma o birisində isə əksinə bütövlükdə nəqliyyat vasitəsi dəyişdi. Maşınla gedəcəkdi, dəyişdirilər. Bunu nə ilə apardılar? Vertolyotla daha rahat vasitə ilə apardılar. İndi sənin vurduğun misal bir imtisalın fərdləri arasında dəyişkənlik eləməkdir. Bizim isə bəhsimiz odur ki, imtisal aradan gedib yerinə başqa bir imtisal gəlir. Ondan danışırıq. Qultu innəl əmrəl əvvəl qad səqata bi ihdaril ma. Birinci əmr elə o suyu gətirməklə saqit oldu. Və leysəl məqam min qəbili təbdili imtisalin bi imtisalin axər. Bu sənin vurduğun misal bir vəzifə icra etməyi başqa bir vəzifə icra etməyin əvəz etməyin misalı deyil. Bəl min qəbili təbdili fərdin minəl mə'muri bihi ilə fərdin axər əfdal minhu. Bəlkə eyni bir imtisalın bir fərdini, bir məsələn deyək, misdaqını başqa bir ondan daha yaxşı misdaqla əvəz etməsidir. Vəl fərqu beynəhuma vazih. Fərq də vazihdir. Fəinnə təbdiləl fərd la yetəvəqqəf ələ bəqail əmr. Bir fərdi dəyişmək asılı deyil ki, əmr qalsın ya qalmasın. Bəl yəsuhhu və inkənəl əmru saqitən. Deyir ki, hətta əmr saqit olmuş olsa belə yenə dəyişə bilər. Çünki hələ ona tapşırılan vəzifə sanki qüvvədədir. Əmr aradan getmiş olsa da dəyişə bilər. Gedib başqa bir su gətirir. Bi xilafi təbdilil imtisal. İmtisalın əksinə olaraq. Fəinnə fər'u bəqail əmr. Deyir ki, imtisalın dəyişkənliyinin əmrin qalmağından asılılığı var. Əmr qalsın ki, imtisal dəyişsin. Hətta yəsduq əleyh ənə təbdilu imtisalin bi axər. Əmr qalmalıdır ki, onda deyəsən ki, bir imtisalı, bir vəzifə icra etməyi başqa bir vəzifə icra etməklə dəyişdi. Xülasə deyək ki, suyu dəyişmək, fərdi dəyişməkdir, imtisalı dəyişmək deyil. Ona görə deyə bilməzsən ki, əmr qalır. Mümkün əmr gedib, amma həmən o əmrin bir misdaqını dəyişir, başqa bir misdaqını icra eləyir. فإن قلت إذا أحضر الماء وأحرق واطلع العبد عليه وجب عليه إتيانه ثانيا. İndi birdən mənə belə desən. Qul gətirdi suyu qoydu ağasının qabağına. İndi ağanın əli ya kiminsə əli ilişdi, o su dağıldı. Və qul da bunu gördü kənardan. Qula vacibdir ki, ağası deməsə də gəlib təzədən su doldurub gətirib qoysun. Çünki ağası ələ içməyib. Gətirdi suyu qoydu ağanın qabağına. İndi uşaq dağıtdı ya, ağanın öz əlindəydi, dağıldı. Lazım deyil ki, deyir, ağa təzədən desin. Bəlkə də qula birbaşa vacibdir, gəlib təzədən su doldurub gətirib qoysun ağasının qabağına. Qultu innəl əmrəl əvvəl qad səqata bil imtisal. Deyir, burada yenə də məsələni qarışdırmısan. Birinci əmr ki vardı, ged mən üçün su gətir. O suyu gətirməyin o əmr saqit olub. Amma başqa bir əqli hökm vardı. O Mövlanın ağzından çıxan mən üçün su gətir əmrinə görə yox. Başqa bir hökm vardı. O nədir? O bundan ibarətdir ki, qulun vəzifəsidir ki, Mövlanın istəklərini həyata keçsin. Ağıl hökm eləyir. İndi ki, qul bilirdi ki, mənim ağamın suya ehtiyacı var və o su da dağıldı. Haqqən lil-ubudiyyə, o bəndəlik haqqın, qulluq haqqın qorumaq üçün ki, Mövlanı razı salmalıdır, Mövlaya lazım olan işləri görməlidir, gedib su doldurub gətirməlidir. Əmrin saqit olub olmamağına görə yox, əqlin etdiyi hökmə görə. Qultu innəl əmrəl əvvəl qad səqata bil imtisal və əmməl əmrü thani fəhvə imtisalun axər. İkinci dəfə gedib su gətirməsi o başqa bir imtisaldır. Lil qərəzi thani, başqa bir hədəf üçündür, başqa bir qərəz üçündür. Qeyril hasilil mevla li əcli ihraqil ma. Hansı ki, suyun dağılmağına görə qeyril hasil mevla. Mövla üçün hasıl olmayan lil qərəzi thani qeyril hasil lil mevla li əcli ihraqil ma. Suyun dağılmasına görə Mövla üçün qərəzinin hasıl olmadığı üçün başqa bir imtisaldır. Fəkəənnə hunakə əmrəyn. Elə bil ki, burada iki dənə əmr vardı. Yəni, birinci əmr Mövlanın öz istəyinə görədir. Yəni, əmr eləmiş su gətirginən. İkincisi isə Mövlanın istəyinin baş tutmadığı üçündür. Su dağıldı, Mövla suyu içə bilmədi. Mövlanın hədəfinin həyata keçməməsinə görə. Deməli, onda iki dənə əmr var burada. Yəni, iki iş vardı.
iki imtisal vardır. Bir imtisalın səbəbi Mövlanın get mənə su gətir deməsidir. Mövla get mənə su gətir. Elə deməli onda bu həmin o əmr siğəsindən çıxdı o imtisal. Get mənə su gətir, get su gətirdi. İndi ikinci dəfə su gətirməsi artıq bu get mənə su gətirə görə deyil, başqa bir şeyə görədir. Nədir o başqa şey? Su dağıldığına görə Mövlanın istəyi həyata keçmədi. O məqsədi ki vardı su içmək, o həyata keçmədi. Su dağıldı, o həyata keçmədi. İkincisi isə ağıl hökm eləyir ki, Mövlanın hədəfi həyata keçmədiyi üçün get onun hədəfini həyata keçir. Fəkəənnə hunakə əmreyn. Bir, əhəduhuma təalləqə bi ihdaril ma və qədim təsəl. Birinci əmr mütəəlləq olmuşdu. Su gətirmək o da gətirdi. Və thani təalləqə bi hukmil aql. İkincisi ağlın hökmündən yaranan vəzifə yerinə yetirməkdir. Nə ilə? Bi təhsili qaradil Mövla. Mövlanın qərəzin həyata keçirdir və o ba'du ləm yumtəsəl. Çünki o hələ həyata baş tutmayıb. Yəni Mövlanın istəyi baş tutmayıb. Su içmək həyata keçmədiyi üçün o ağıl hökm edir ki, su gətirir ki, Mövla səndən razı qalsın. Və inşəətə qultə, əgər istəyirsən belə deyə bilərsən. İnnəl ilmə bil qaradil qat'i mevzuun indəl aql bi vücubil imtisal. Deyir ki, innəl ilm bil qaradil qat'i, qət'i qərəzə olan elm, yəni bir belə deyək də, qəti şəkildə bilirəm ki, filan şey onun hədəfindədir, Mövlanın hədəfindədir, Mövla onu istəyir və qəti şəkildə elmin vardır, şübhəm yoxdur. Həmən bu şey biləndə ki, mənim Mövlam qəti şəkildə filan şey istəyir, bu özü özlüyündə əqlin hökmü üçün bir mövzu yaradır. Mən biləndə ki, Mövlam mümkün ağzından heç nə çıxmayıb. Mən bilirəm ki, Mövlam su istəyir, mən bilirəm ki, Mövlam yemək istəyir, Mövlam istəyir ki, məsələn deyək, gedim onun üçün meyvə alın, filan şeyim, hələ mənə deməyib. Bilirəm, amma qəti şəkildə bilirəm. Bu özü özlüyündə deyir ki, insan ağlı üçün bir mövzu yaradır, əgər qətə çatmışam ki, Mövlamın istəyi filan şeydir. Ağlın hökmü üçün mövzudur ki, yəcib ən tutiə Mövlak. Elə ki, bu qət hasıl oldu, ağıl hökm eləyir ki, Mövlana itaət etmək sənin vacibindir. Mevzuun indəl aql bi vücubil imtisal. Ağıl hökm eləyir ki, bu mövzu tamamlandığı üçün, yəni sənin elmin tamamlandığı üçün ki, Mövlan filan şey istəyir, bi vücubil imtisal. Vacibdir, imtisal eləsin o işi. Və illəm yekun hunakə əmrun zahiri minəl Mevla. Hətta Mövlandan zahiri bir əmr gəlməsə də belə. Kəma izə qərəqə İbnul Mevla əv ihtərəqəl beyt və vəqəfə aleyhil abd. Məsələn, Mövlanın oğlu, yəni qul görür ki, ağasının oğlu dənizdə, çayda, indi su içində boğulur. Yaxud evi yanır. Və vəqəfə aleyhil abd və qul da bunu görür. Dunəl Mevla, Mövlanın xəbəri yoxdur. Fəfi hâzihil məqamat əl-ilmu bil-qarad mevzuun tam lil-imtisal. Bu cür yerlərdə elmin, yəni Mövlanın hədəflərinə, qərəzinə olan elm tam şəkildə mövzudur, imtisalı yerinə yetirmək üçün. Yəni sabah yerinə yetirməsə, Mövla onu cəzalandırsa, nə qulun etiraz eləmək haqqı var, nə Mövla zülm eləməyibdir. Görürdün uşaq batır, niyə çıxartmadın? Görürdün evim yanır, niyə demədin? Qayıdıb deyəməz ki, sən mənə deməmişdin ki. Deməmişdim, axır sən ağlın hökm eləmişdi ki, sən Mövlana itaət eləməlisən, onun xeyrinə çalışmalısan. Fəfi hâzihil məqamat əl-ilmu bil-qarad. Bu cür yerlərdə qulun Mövlasının qərəzinə olan elmi mevzuun bir mövzuya çevrilir, tam bir mövzuya. Nə üçün lil-imtisal? Mövlanın istəyin yerinə yetirmək, hətta əmr olmasa da belə və təhsil qaradil Mövla, Mövlanın qərəsini yerinə yetirmək, hətta Mövla əmr etməsə də belə, indiki qəti şəkildə elmin varsa onu icra eləməlisən, istər Mövlanın ağzından əmr siğəsi çıxsın ya çıxmasın. Və bima zəkərnahu təqifu alə ənə ma vərədə min iadətis salat fi əbvabil küsuf عند عدم الانجلاء أو إذا ما وجد جماعة يصلون وقد صلى فرادا أو صلى مع المخالف وجد فرصة للإعادة ليس من باب تبديل الامتثال الآخر تبديل الامتثال الأول بآخر حتى يكون الثاني بداعي الأمر الأول بل من باب استحباب الإعادة بأمر ثاني. Şimdi burada Şeyh Cəfər Subhani bir neçə dənə misal vurur, fikhi misallar vurur. Deyir ki, əgər bir nəfər namazı belə deyək qılmışdı,
ayət namazında, əvvəl bunu bir balaca izah edeyim ondan sonra. Deməli, ayət namazı bildiyimiz kimi bir sıra təbii hadisələrdən və ən bariz misalı deyək ki, gün tutulma, ay tutulma və zəlzələdir. Zəlzələ ki, ani olan şeydir. Zəlzələ ani olan şeydir. Yaxşı, onda qəza əda var, deyiblər, yox, qəza ədası yoxdur. Zəlzələ oldu, ani surətdə oldu, çıxdı, getdi. Haçan olsa, deyə əgər bildinsə, sonradan onu yerinə yetirməlisən. Amma gün tutulma və ay tutulmaq ki, məsafə çəkir, mümkün deyil, başlayır tutulmağa 1 saata qədər tutulur. Məsələn, 1 saat o cür qalır, sonra məsələn, 3-cü saatda deyə yavaş-yavaş başlayır açılmaq. Axır, müəyyən qədər zaman kəsimi tutur. Nə vaxtdan bizə başlamaq, namazı qılmaq vacibdir? Bizə vacibdir ki, elə ki tutulmağa başladı, namazı başlayaq. Və elə eləyək ki, açılmağa başlayana qədər namazı qılıb qutaraq. Namazı o vaxt başlayaq ki, artıq tutulmağa başlayıb. Gündür, aydır, tutulmağa başlayıb. Məsələn, gecə saat 12-də ay tutuldu. Artıq 12-yə 1 dəqiqə işləmişdən namazın vaxtı daxil olub durub, dəstəmaz alıb ayət namazını qılmalısan. Deyək, 1 saatdan sonra, 1 saata qədər deyək, tutulma baş verəcək, gecə saat 1-dən başlayacaq açılmağa. Elə eləməlisən ki, sənin namazın 12 ilə 1-in arasında olsun, həmən o məsafədə olsun ki, namazın düz olsun. İndi birdən bir nəfər qılmadı, başladı neynəməyə? İndi ya xəbəri yox idi, ya bilərəkdən qılmadı, günah elədi. Artıq saat 1-i keçdi, başlayır açılmağa. Oradakı xüsusi əmr gəlib ki, dur təzdən qıl. Bu imtisalı, yəni birinci imtisalı, ikinci imtisalı əmr eləməkdir, yerinə yetirməkdir. Və yaxud da ki, deyək, elə bildin, məsələn, deyək, açılmayıbdır, durdun təzdən qıldın. Sonradan birdən gördün ki, hələ vaxt qalıb. Elə bilirdin ki, məsələn, deyək, açılıbdır, məsələn, deyək. Durdun fərzən, deyək, qəza niyyətinə ya mafizmin niyyətinə qıldın, sonra başa düşdün ki, hələ incilə olmayıbdır. Durub təzdən qılmalısan, deyək, hə, müstəhəbdir ki, təzdən qılasan. Deyək, bu məgər bir imtisalı başqa imtisalını əvəz etmək deyilmi? Deyir, yox, bu ikinci bir əmrdir ki, müstəhəbdir. Və bima zəkərna təqifu alə ənə ma vərədə min iadətis salat fi əbvabil kusuf. Günəşin tutulmaq babında, yəni günəşin yayın tutulmaq babındakı namazı təzələyirsən, ində ədəmil incila, əgər hələ incila, yəni açılmağa başlamayıbsa, yəni qılmışdı, məsələn deyək, mafizimmə niyyətinə elə bilmişdi, açılıb, ondan sonra bildi ki, yox, hələ açılmayıb, hələ tutulurmuş, təzən dur bir də namazı qılmalıdır. Əv izama vəcədə cəmaatun yusəllun və qəd salla furada. Əvvəlcə namazı qılmışdı, sonra gördü ki, bir dəstə adam gəlinə girdilər, məscidə cəmaat namazı təşkil edirlər, günorta namazını qılmışdı, təqibat oxuyur, əlini təsbih çevirir, yəni Quran oxuyur, neynir? Gördü ki, imam cəmaat da gəldi, bir dəstə də onun dalında, 10-15 nəfər cəmaat namazı təşkil edirlər. Şəriət deyir ki, müstəhəbdir durub o namazı təzdən qılasan. Bəs onda mən namazı qılmışdım və əmr də mənim boyumdan düşmüşdü. İkinci namazı niyə qılmalıyam? Əv izama vəcədə cəmaətən yusallun və qəd salla furada. Özü tək qıldığı halda bir də təzdən görür ki, cəmaat namazı təşkil edirlər. Əv salla mu'al muxalif, sünninin dalında namaz qıldı. Və vəcədə fursətən lil iadə leysə min babi və sonradan həmən o sünni, həmən o vəhabi çıxdı, getdi. Təzədən də namazın təzələməyə vaxtı qalıb. Bu cür yerlərdə təzədən namazı qılmaq leysə min babi təbdilil imtisal əvvəl bi axərə. Bu cür yerlərdə bir imtisalı başqası ilə dəyişmək demək deyil. Hətta yəkunəthani bida'il əmril əvvəl. Ta ki deyək, ikincisi birinci əmrdən qaynaqlanır, birinci əmrə görədir, birinci əmrin tələbi iləndir. Yox, birinci əmr gedib. Bəl min babi istihbabil iadə bi əmrin thanin istihbabiyyin. Bəlkə ikinci namaz, istər kusuf məsələsində olsun, istər cəmaat namaz məsələsində olsun, istər sünni ilə birgə namaz qılmağında olsun, bu deyilən mövridlərdə bəl min babi istihbabil iadə. İadənin müstəhəbliyinə görədir, yəni müstəhəbdir ki, iadə eləyəsən, bi əmrin thanin istihbabi. Xüsusi müstəhəb bir əmr gəlib ki, o namazı təzələ. La bimilakil əmril vücubil əvvəl. Nəinki birinci vacib əmrin milakına görədir. Yox, birinci əmr icra elədin, düşdü, getdi. İkinci dəfədən təzədən namazı qılmaq ki, deyilən mövridlərdə namaz təzələyirsən, yeni bir əmrə görədir ki, Mövla ikinci bir müstəhəb əmr yönəldi. Müstəhəb əmrə görə
onu icra eləyirsən. Deməli onda bu cür misallarda demək olmaz ki, burada imtisal eləyəndən sonra hələ də əmr qüvvədə qalıbdır. Yox, əmr qüvvədə deyil, əmr qüvvədən düşübdür. Və yerinə sanki təzə bir istihbabi əmr gəlibdir. O ikinci əmrə görə namaz qılmışıq. Deməli onda burada imtisal əmr icza eləyibdir. İkinci dəfə namaz qılmaq başqa bir əmrə görədir. Əs-sani icza imtisal əmr li-ittirari anil əmril vaqi. Elə belə bir balaca izahını deyim, ondan sonra geniş şəkildə gələn dərsdə oxuyarıq. Əsas elə bu maraqlı budur. Bu və bundan sonrakidir deyə o danışıb qurtardığımız bəhs o qədər çox mühüm deyil. Yəni əməli cəhətdən o qədər mühüm deyil. Əsas mühüm budur. Ki əgər bir insan iztirari əmrlə, yəni deyək, ayaq üstə dura bilmirdi, Mövla əmr elədi ki, oturduğu yerdə ya uzanan yerdə namazını qıl. Və qiyam da bilir ki, namazın rükünlərindəndir. Deməli, onda bir neçədən rükünü aradan gedibdir namazında. Sonradan sağalandan sonra, əgər desək ki, iztirari əmrlə namaz səhih olubdur, icza eləyibdir, onda təzə bir namaz qılmağa ehtiyac yoxdur. Amma əgər desək ki, yox, orada həmən vəziyyətdə onun vəzifəsi o idi, amma icza baş verməyib, bunda sağalandan sonra qalxıb normal namazın qılmalıdır. 5 gün, 3 gündən sonra ki, sağaldı, ayaq üstə dura bildi, onda oturduğu yerdə qıldığı namazların hamısını təzələməlidir. Bəhsimiz bundan ibarətdir. İmtisal əmri ittirari, iztirari vəziyyətdə əmrə tabi olaraq bir işi imtisal elədinsə, ənil əmril vaqi, vaqi əmrin icrası deməkdirmi, onu əvəz edirmi? Ya sonradan vaqi əmri yerinə yetirə biləcəyin təqdirdə təzdən eləməlisən. Dəst namaz əvəzinə de, suyun ziyanı vardı, təyəmmüm elədin, qıldın. İztirari halda, ya suyun yox idi. Sonra su tapandan sonra, ya yara sağalandan sonra o namazlar təzələməlisənmi? Əmri iztirari, əmri vaqinin yerində oturur demək, icza eləmək demək, o deməkdir ki, əmri vaqi aradan gedir və təzədən o namazları qılmağa ehtiyac yoxdur. Amma desən ki, icza baş vermir, onda gərək həmən o işləri təzədən icra eləyəsən. Elhamdülillah Rabbil alemin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin.